ifşa edildilər. Apardıqları çirkab kampaniyasının üstü də altı da açıldı. Artıq saxlanılan var, ifadə verən var, etiraf edən var. Söhbət kimdən və nədən gedir? Söyüş mühacirlərinin prezidentin gəlini adı ilə təqdim etdiyi şəxs əslində kimdir? Tələsməyin, hər şeyi biləcəksiniz. Dövlət Təhlükəsizliyi Xidmətinin yaxaladığı bloger Fərid Salmanov hər şeyi danışdı. Mehman Hüseynov, Qabil Məmmədov və daha kimlər. Daha kimlərin burada adları var. Biz susurduq. Hirsimizi boğaraq, səbrimizi basaraq, Əlahəzrət faktın məqamını gözləməliydik. Xaricdə mənzillənmiş kirli və kinli, satqın və sapqın qüvvələrin hər şey adı ilə çağırmaq lazımdır, bəli. Azərbaycan dövlətinin düşmənlərinin sosial şəbəkələrdə, bir sıra internet resurslarında ölkənin birinci ailəsini gözdən salmaq məqsədi ilə apardığı iyrənc kampaniyanın, mənəvi terrorun qarşısına yalnız məntiqlə, sadəcə daxili inama arxalanaraq çıxmaq kifayət deyildi. Peşəkarların araşdırmasını və nəticəni gözləyirdi. Yalançını evinə qədər qovmalı, milli mənəvi dəyərləri tapdıyaraq, iyrənc xislətlərinin, quduz iştahlarının təhrik etdiyi əyri yolla gedənlərin qarşısına təksib olunmaz sübutlarla çıxmalıydıq. Çünki qarşı tərəfin mübarizə üslubu murdarlığa və rəzilliyə, ləyaqətsizliyə və əxlaqsızlığa əsaslanırdı. Onların arsenalı böhtan və uydurmalardan ibarət idi. Ən ağla sığmaz əhvalatlar quraşdırır, süni intellektin imkanları da daxil olmaqla hər vasitədən istifadə edirdilər. Nişangahda tariximizin ən böyük nailiyyəti, Qarabağ və Şərqi Zəngəzuru bizə qaytarmış, ərazi bütövlüyü və dövlət suverenliyimizi təmin etməklə milli qürurumuzu da bərpa etmiş, varlığımızın ən böyük zəfərini qazanmış Prezident İlham Əliyev, onun ailəsi, övladları, gəlini idi. Şərəf çatışmazlığından əziyyət çəkənlər bir ailəni deyil, xalqın qeyrətini, millətin namusunu hədəf seçmişdilər. Azərbaycanın müstəqil siyasət yürütməsini qəbul etməyən, dünyada baş verən təlatümlər fonunda dövlətimizin sabit və qurucu, azad və abad görkəmini həzm edə bilməyən qüvvələrin əlində alət olmuş mütəşəkkil bir dəstə vətənimizə mənəvi terror elan eləmişdi. Artıq hər şey aydındır. Dinləyək. Beləliklə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşı 1976-cı il təvəllüdlü Salmanov Fərid İlqaroğlunun digər şəxslərlə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxslər barədə qəsdən yalan rüsvayedici məlumatlar yayma hədəsi ilə xüsusilə külli miqdarda pul vəsaiti tələb etməsinə əsaslı şübhələr yaranıb. Belə ki, Fərid Salmanov Azərbaycan Respublikasının vətəndaşları Əliyev Elman Yaquboğlu, Səlimov Məmmədzəki Məmmədoğlu və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə külli miqdarda pul vəsaitini Azərbaycan Respublikası Prezidentinin ailə üzvləri barədə yalan məlumatlar yayma hədəsi ilə tələb eləmək məqsədi ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən Facebook sosial şəbəkəsində Fərid Salmanov adı altında qeydiyyatdan keçdiyi istifadəçi hesabı vasitəsilə 11 fevral 2026-cı il tarixində həmin sosial şəbəkədə Hüseynov Mehman Rafiq oğluna məxsus Sancaq Media səhifəsinin mesaj bölməsinə səsli mesajlar göndərməklə bu səhifədə habelə Mehman Hüseynov tərəfindən YouTube sosial şəbəkəsində Məmmədov Qabil Əmrah oğluna aid Haqsızlığa Susma adlı səhifədə 3 fevral 2026-cı il tarixində hissəvi nümayiş etdirilmiş, güya Alena Əliyevaya aid görüntünü özündə əks etdirən saxta video materialların istifadə edilməsi ilə bağlı əlaqə saxlamışdır. Bundan sonra Mehman Hüseynovun və Qabil Məmmədovun yaxın əlaqədə olduğu şəxslər Əliyev Elman Yaquboğlu 11 fevral 2026-cı il tarixində həmin video görüntüləri, Səlimov Məmmədzəki Məmmədoğlu isə həmin tarixdə qeyd olunan video görüntülərdən çıxarılmış ekran fotoşəkillərini Fərid Salmanovun istifadəsində olan mobil telefon nömrəsinə WhatsApp mobil tətbiqi vasitəsilə göndərmişlər. Bundan sonra Fərid Salmanov
ümumi cinayətkar niyyətə uyğun qaydada əməllərini davam etdirərək 15 fevral 2026-cı il tarixində özünə məxsus faridsi76@gmail.com elektron poçt ünvanından istifadə etməklə və üstəgəl 79 11 777 05 70 saylı mobil telefon nömrəsinə bağlı müxtəlif sosial şəbəkə hesabları vasitəsilə müvafiq vəzifəli şəxslə əlaqə saxlamağa nail olmuş, Alena Əliyevaya güya aid olan sözü gedən video görüntüləri və fotoşəkilləri sosial şəbəkələr vasitəsilə, o cümlədən digər forma və üsullarla yaymaqla ictimailəşdirəcəyi ilə hədələmiş, 2026-cı il fevral ayının 18-dən 25-nə qədər olan müddət ərzində mütəmadi olaraq qeyd olunan istiqamətdə yazaraq və zəng eləyib əlaqə saxlamaqla belə materialların yayılmaması müqabilində ondan xüsusilə külli miqdar təşkil eləyən 10 milyon 40 min manat ekvivalentində 5 milyon avro məbləğində pul vəsaiti tələb etmişdir. Budur Fərid Salmanov. Tanış olaq. Mən Salmanov Fərid İlqaroğlu, 1976-cı ildə Bakı şəhərində doğulmuşam. 1993-cü ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə daxil olmuşam və 99-cu ildə orada oxumuşam. Bitirdikdən sonra müəyyən müddət Rusiyada yaşamışam, orada işləmişəm. 2003-cü ildə Bakıya qayıtmışam və burada yaşadım, fəaliyyət göstərməyə başladım. Əvvəlcə jurnalist kimi Zerkalo qəzetində, Ayna qəzetində və Bizim Əsr qəzetində. Ancaq müəyyən müddətdən sonra Azərbaycanı tərk elədim 2005-ci ildə və Rusiyaya qayıtdım. Orada yaşayırdım, işləyirdim. 2018-ci ildə Fərid Salmanovun həyatında yeni xətt başlayır. Yeni əyri xətt, yanlış addımlar ərazisi. 2018-ci ildə təsadüfən internetdə Azeri Freedom kanalına Qurban Məmmədovun verilişinə rast gəldim və başladım ona qulaq asmağa. Hətta onunla özüm tanış oldum, çıxdım onunla əlaqəyə WhatsApp vasitəsilə, çünki bilirsiniz, onlar həmişə nömrələrini qoyurlar veriliş zamanı. Fərid Salmanov daha sonra başqa şəxslərlə də tanış olur. Bununla da onun ünsiyyət zonası genişlənir. Əli Oğuzla tanış oldum, Qabil Məmmədovla tanış oldum, sonra Rafael Piriyevlə tanış oldum. Demək olar ki, fəaliyyətim bu zaman başladı, yəni müxalif fəaliyyətim, çünki mən o vaxta qədər də narazı idim. Axır zamanlarda mənim əlaqələrim yaranmışdı Zəki bəy Səlimovla və Elman Əliyevlə, Ekstrasens Elman kimi tanınmış blogerlərlə. Onlarla münasibətim var idi, söhbət eləyirdik cürbəcür messenger vasitələri ilə. Beləliklə, Fərid Salmanov Moskva Beynəlxalq Əlaqələr Universitetinin məzunu, bilik və bacarığını ixtisası üzrə deyil, göründüyü kimi iri miqyaslı dələduzluğa, şantaja, təhdidə, bir sözlə beynəlxalq cinayətə həsr eləyir. Prezident İlham Əliyevin ailəsini şantaj eləmək ideyasını isə onda bloger Mehman Hüseynovun məqsədli şəkildə tirajladığı, dövlət başçısının ailəsini gözdən salmağa hesablanmış, təhrif olunan materiallardan istifadə etmək niyyəti oyatdı. Mehman Hüseynovun videoları, Alena xanım barədə şəxsi həyat videoları ortalığa çıxanda və şəkilləri mən qərara gəldim ki, özüm bir araşdırım, baxım ki, bu doğrudan da mı bu əsl videolardır, yoxsa fake videolardır. 11 fevralda Mehman Hüseynovla mən əlaqə yaratmaq istədim və Facebook səhifəsində, Sancaq Media səhifəsində ona mesaj göndərdim ki, xahiş elədim ki, o mənə həmin bu xanımın şəxsi həyat videolarını göndərsin, yaxud şəkillərini göndərsin. Mehman, salam, necəsən, nə var, nə yox? Fəriddir narahat eləyən, Salmanov Fərid. Səndən bir də xahişim var, nəsə o şəkli tapa bilmirəm. Bir də o şəkili qardaşla, bir də mənə göndər də. Həmin günü, yəni çox qısa zamandan sonra Elman Əliyev və Zəki bəy Səlimov
həmin materialları mənə atdılar. Arayış. Elman Əliyev və Məmmədzəki Səlimov. Onlar xaricdə mənzillənərək Azərbaycana qarşı təxribat aparan qüvvələrdəndir. Fəaliyyətlərini internet resursları üzərindən təşkil edirlər. İxtiyarlarında olan resurslar bunlardır: böhtan, təhqir, zorakılığa çağırış, mövhumat, xurafat. Elman Əliyev daha çox ekstrasens kimi tanınır. Və hətta Elman Əliyev mənə 2 video atmışdı və mən onları baxandan sonra mən inanmadım ki, bu doğru videolardır, bu fake videodur. Bu Mehman Hüseynovun ondan gələn, onun vasitəsilə yayılan videolardır. Və mən deməli bu videoları əldə edəndən sonra mən istədim yenə əlaqə yaradım. Elman bəylə və Zəki bəylə mən əlaqə yaradım ki, öyrənim doğrudan da bu əsl videolardır, yoxsa fake videolardır və hətta müəyyənləşdirim ki, bu videolar istifadə olunub bu hansısa blogerlərdən şantaj vasitə kimi, yoxsa yox. Və deməli Elman bəy mənə təsdiq elədi ki, bəli, bu video doğru videodur, bu Mehman Hüseynovdan gəlib və bu videolar epizodik olaraq hansı verilişlərdə çıxıb, Mehman Hüseynov Qabil Məmmədova verilişində belə bir fraqment kimi belə göstərib, ancaq tam bu materiallar efirə çıxmayıb. Elman bəy, bu qız bəyəm Alyonadır, nəsə belə burnu oxşayır, gözləri də я просто не понял, у нее на старых фотографиях карие глаза, а на новых фотографиях голубые глаза. И в этой она на фотке не так уж похожа. Честно, вот немножко это видео подозрительно. Я сейчас не дома, на улице. Я домой пойду, я тебе, сколько у меня фотка есть ее, который в Ютубе был, пошлю. Fevralın 11-də mən Facebook səhifəmdən Mehriban xanım Əliyevanın Facebook səhifəsində, ondan sonra Arzu Əliyevanın Facebook səhifəsində və Leyla xanım Əliyevanın səhifəsində orada mesaj yazdım ki, mənim əldə etdiyim müəyyən materiallar var Alyona xanımın şəxsi həyatından və mən onları, deməli, onlarla əlaqə saxlamaq istəyərdim, yəni ki, bu material barəsində. Fərid Salmanov, yumşaq desək, indi burada cümlələri, sözləri seçərək danışır. Amma o günlər yazdığı mesajlarda bir qətiyyət görünür, hətta təbəssümə işarə edən mötərizə də qoyub. Necə razılaşacağıq, necə danışacağıq deyə mesaj yazarkən, yəqin dodaqaltı qımışıb, alacağı pulun məbləğini təsəvvür edərək əlini əlinə sürtüb də. Yəni mən işarə etdim ki, əlaqə saxlamaq istəyirəm onlarla. Ancaq heç bir reaksiya olmadığına görə fevralın 15-də mən görəndə ki, deməli mənim mesajlarıma xanımların cavabı olmadı. Qərara gəldim ki, məktub yazım və Heydər Əliyev fonduna və Mehriban Əliyeva şəxsi saytına ora girərək orada müraciət bölməsində məktub yazdım, orada öz e-mailimi qoydum və telefon nömrəmi qoydum. Bu şərtlərimi təzədən təkrar elədim. Məndən Messenger vasitəsilə onların adamları əlaqə saxlasınlar. Bunu eləməsələr, mən artıq bu informasiyanı, məlumatları bütün dünyaya yayacağam. Deməli, informasiya agentliklərinə, səfirliklərinə, parlamentlərinə və s. Və 17-si, 18-i mən həmçinin özüm də çalışırdım. Öz kontaktlarımı istifadə edərək çalışırdım ki, hakim ailəyə yaxın
insanlara çıxım və əlaqə yaradım ki, yəni bir vasitə kimi, yəni bu pul mənə çatdırılsın və deməli onlarla münasibət qurum. Və təxminən ayın 18-i mən deməli Cavid Qurbanovla əlaqə yaratmağa nail oldum. Cavid Qurbanovla biz Telegram Messengeri ilə əlaqə qurduq, orada danışıqlar apardıq. Mən Cavid Qurbanova şərtimi səsləndirdim. Dedim ki, mən 10 milyon avro tələb etmək istəyirdim, ancaq deməli fikrimi dəyişdim və bu iş tez olsun deyə mən 5 milyon avro tələb elədim. Salam Cavid bəy. Ötürər mənə sumkanı ya balaca çamadan olacaq da orada nədir ki onun 500-likləri də var, olur onun. Onu kompakt düzəltmək olar. Və o məbləğ orada olmalıdır. Yəni 5, mən yazdığım kimi 5. Ondan aşağı olmamalıdır. Burada dayanaq. Çünki şantajist xüsusi əməliyyat nəticəsində yaxalanır. Faktla bağlı Salmanov Fərid İlqaroğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.4-cü zərər çəkmiş şəxsin yaxın qohumunun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xüsusilə külli miqdarda əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilmişdir. İndi isə biz sizi ifşa prosesini izləməyə dəvət edirik. Baxaq və bir daha əmin olaq ki, müqəddəs dəyər adına heç nələri qalmamış. Azərbaycana, onun xalqına ən qatı düşmən kəsilmiş kəslər ya da nakəslər Mehman Hüseynov, Qabil Məmmədov, Fərid Salmanov, Məmməd Zəki Səlimov, Elman Əliyev xislətində olanlar öz xəbis niyyəti, quduz təbiəti naminə hansı çirkin saxta əməllərə əl atırlar. Neçə vaxtı Mehman Hüseynovun özünə aid səhifələrdə, daha sonra YouTube sosial şəbəkəsində Qabil Məmmədova aid Haqsızlığa Susma kanalında fraqmentlər nümayiş etdirdiyi, güya Alyona Aliyevaya aid olduğunu iddia edib, insanlarda çaşqınlıq yaratmağa çalışdığı, saxtakarlıqla izləyicilər toplamağa səy göstərdiyi təsvirlər əslində hansı təsvirlərdir? Bu saat onu da biləcəksiniz. Bu kadrda Mehman Hüseynov Qabil Məmmədova belə bir fraqment göstərir. Qadın vücudunun bir hissəsini. Bu iki nəfər öz aləmlərində necə də xoşbəxtdilər. Düşünürlər ki, yalanlarına inandıra biliblər. Qoy sizə bir şəkildə göstərim. Mehman açıl Mehman açıl, susam açıl. Yüngülvari bir şəkil göstərim, yüngülvari. Yüngülvari başa düşərsən özün. Hətta bu qədər eybəcərcəsinə qəşd eləyirlər. Amma gəlin baxaq, Mehman kimi göstərir? Kimdir bu qadın? Əlbəttə ki, qələmə verilən qadın deyil. İndi də gəlin o şəklin ikinci yarısını biz göstərək və qadının kim olduğunu bilək. Təbii ki, əxlaq qaydalarının yol verdiyi qədər. Hörmətli vətəndaşlarımızın diqqətinə bir sıra elektron ünvanları çatdırıram. Bu elektron ünvanlarda Anna Çetverikova adında bir qadının təsvirləri yayımlanır. Beləliklə, Mehman Hüseynov və başqa xislətdaşlarının Alyona kimi təqdim etdiyi Anna Şvyakova əslində kim idi? Tərcümeyi halı Anna Sergeyevna Çetverikova Şevyakova. Pasport nömrəsi 671 655 87 42. 20 oktyabr 2001-ci ildə Ukraynada Lugansk vilayəti Antrasit rayonu Çervona Polyana kəndində anadan olub. Elektron ünvanı budur. amber.lulu00@mail.ru. Bu sosial hesablar da Anna ilə əlaqə saxlamaq istəyən hər kəsə açıqdır. TikTok amb.sh, Telegram hesabı amb.sh5, chaturflix.com, amber.lulu. Təsəvvür edirsiniz? Uzun müddətdir internet resurslarında öz dövlətinə, öz xalqına, öz millətinin qüruruna böhtanları yağdıran, murdar,
idbar xislətlərinin diktəsi altında hər gün daha çox alçaqlaşan şəxslər hansısa porno saytda yayılmış görüntüləri bizim xalqa, bizim ölkəyə, bizim millətə, bizim birinci ailəyə müncər eləyərək hamımızı və hər birimizi təhqir eləyirlər. Əlbəttə, bizə indi şəxsi səhifələrindən də gördüyünüz kimi öz həyatını yaşayan, heç nəyini, heç yerini, heç kimdən gizlətməyən həmin xanımın şəxsi həyatı maraqlı deyil. Əgər bu videoları təsvirlərin aid olduğu həmin şəxs özü, yəni Anna Şivyakova özü açıq mənbələrdə nümayiş etdirməsəydi, təbii ki, onları heç göstərməzdik də. Amma toxunmaya da bilmirik. Çünki Mehman Hüseynov, Qabil Məmmədov və digər bir qrup vətənüzina dövləti məhz Anna Şivyakovanın təsvirləri üzərindən şantaj edir. Biz Anna Şivyakovanı axtardıq. Onunla əlaqə saxlamağa çalışdıq. Bir neçə dəfə onun WhatsApp nömrəsini yığdıq. Təəssüf ki, əlaqə qurmaq mümkün olmadı. Amma bu zəngin gedişində də artıq biz bəzi məlumatları dəqiqləşdirə bildik. Anna Şivyakovanın WhatsApp nömrəsində onun şəkli var. Bu məhz həmin qadındır. Hörmətli tamaşaçılar, ekranda gördüyünüz kadrlar orijinaldır. Burada fake yoxdur. Göstərdiyimiz ünvanlara daxil olub, özünüz də görə bilərsiniz. Açıq danışdığıma görə üzr istəyirəm, amma buna redaktor zərurəti var. Və istənilən tamaşaçı bu təsvirləri diqqətlə gözdən keçirə, şantaj prosesində hansı kadrlarla və necə manipulyasiya edildiyini aydın görə bilər. Anna Şivyakova porno videolarını yayımlamış bir şəxsi və buna görə də məşğuliyyətini gizlətməyi lazım bilmir. Mehman Hüseynov, Qabil Məmmədov və başqalarının neçə müddətdir ki, bir hissəsindən şantaj məqsədi ilə istifadə etdiyi bədən şəklinin davamı və daha çoxu kadrların, foto və videoların aid olduğu şəxsin Anna Şivyakovanın hesablarında onu təbliğ edən elektron ünvanlarda bu saatda var. Bəli, Mehman Hüseynov, Qabil Məmmədov, İlman Əliyev, Məmməd Zəki Səlimov və digərlərinin özgə birisinin yerinə təqdim etdiyi qadın Anna Şivyakovadır. Hansısa detalın oxşarlıqdan istifadə edərək cəmiyyəti çaşdıranları, milli qeyrətimizə şər atan şantajistləri hər kəs təqzib edə bilər. Bu fonda gördüyümüz pərdəyə diqqət edək. Pərdə Anna Şivyakovanın istifadəsində olan məkanın bir parçasıdır. Həmin pərdə başqa təsvirdə də var. Qısası, Mehman Hüseynov və daha sonra onun kimlər tərəfindən fraqmentlər göstərib, barbar bağırdıqları video təsvirlərin davamını da onların əl atdıqları əməlin nə qədər alçaq və yaramaz olduğuna daha ətraflı əmin olmaq üçün bu ünvanlarda, bu kanallarda izləmək mümkündür. Belə biabırçılığın yerini göstərdiyimizi üzürlü sayın. Biz də baxaq və sadəcə nifrət etməklə kifayətlənməyək. Rəzalətin, alçaqlığın, dövlət namusundan, milli məğrurluqdan, ləyaqətdən, əxlaqdan məhrum olmağın ən qabarıq timsalı olan bir qrup şəxsin bloger adı altında insanları açıq kanallarda yayımlanan porno videolarla necə aldatmağa çalışmasının, ölkəsinin bayrağını, gerbini, himnini ləkələməyə cəhdlərinin səbəbləri barədə düşünək. Kimsə tula payı verəcək deyə dövlətinə, xalqına, liderinə, öz ailəsinə çirkab atmaq, şantaj etmək kimi murdar işlərlə məşğul olanların əsl məqsədlərini başa düşək. Baxın, burada mən sizə bir neçə səsli mesaj təqdim edəcəm. İnsan nə qədər şərəfini, vicdanını itirməlidir ki, sənə tarixinin ən böyük uğurunu qazandırmış, beynəlxalq xəcalətdən millətini, dövlətini qurtarmış liderin ailəsinə ləkə axtarmaqdan ötürü belə canfəşanlıq etsin. Adam soruşmaq istəyir. Nə axtarırsınız? Ay nankorlar, ay satqınlar. Şuşanı azad etdiyinə görə nifrət edirsiniz prezidentə, ya Xocalını yerdən qaldırdığına görə? Bəlkə Xankəndidəki parad papağınızı tapdıyır. Adam həyəcanlıdır, tələsir. Azərbaycanın milli ləyaqətinə palçıq atmağa tələsir. Bilə-bilə ki, əlindəki şəkillər də, videolar da, materiallar da iyrənc yalandır. Nəyi tapıb göndərəcəkmiş bu özgə qapılarının məhsulu? Hansısa porno videonu?
ölkənin birinci ailəsinin şərəfinə qara yaxmaqdan ötürü, Kəlbəcərə qaytardığı sakinlərə bağışlanmış mənzillərin açarlarını bağışlaya bilmir bu qədələr İlham Əliyevə. Bu qədər nifrət harda daxı onlarda, öz xalqına, öz millətinə. Onları Azərbaycanın uğurları, torpaqlarının əsarətdən xilası, yerləşdiyimiz regiondakı mürəkkəb vəziyyətdə necə duruş gətirməyimiz maraqlandırmır. Onları şantaj maraqlandırır. Эльман Бэй, я одну вещь только не понимаю. То есть они как бы не хотят с блогерами договориться там, да, как-то прийти к консенсусу, какие-то бабки, да, каждому дать. Понимаю, вот в чем у них такая уверенность. Bu mesajı isə Fərid Məmmədzəki adlı başqa əlbirə göndərib. O narahat. Ona qaranlıq qalan suallar var. Bu mesajları hər hansı şərh vermədən dinləməyinizi istərdim. Olmayanı olan yerinə, yalanı həqiqət əvəzinə sırmaqdan ötürü ciddi canfəşanlıq var bu mesajda. Zəki bəy, mən elə başa düşürəm ki, onlar uşaqlara pul vermir axı. Yəni 100% vermirlər pul, çünki əgər bu verilişlər davam edirsə, deməli heç nə verməyiblər də. Hansı şəkil? Hansı şəkil? Bu ilin fevral ayının 26-sında mən Xocalıda soyqırım memorialında dəhşətli şəkillər qabağında donmuşdum. O şəkillər narahat etməlidir hər birimizin yaddaşını, əbədi olaraq. Fərid Salmanovu, Mehman Hüseynovu, Qabil Məmmədov isə ruhların şərəf lövhəsi yox, özlərinin bir şərəf lövhəsi üçün şəkil maraqlandırırdı. Qaranlıq otaqda olmayan qara pişiyi axtarmaq onların nəyinə lazımdır? Kimdir tapşırığı verən? Məmmədzəki Səlimov Fərid Salmanova tapşırığın düyməsinin hansısa yuxarıdan basıldığını deyir. Fərid, salam, Fərid. Başa düşmək lazımdır burada. Yəni anlamaq lazımdır ki, düymə hardan basılır? Yəni haradan icazə verirlər də. Bu məsələnin Mehman tərəfindən ortalığa deyilməsi, qoyulmasına icazə verilir. Başa düşsən, bizə də icazə verilir ki, yəni bunu biraz qabardaq, biraz yeyək və yayaq. Bu günləri biz, yəni ki, o icazə verilən xəttəcən gedirik də, oradan o önə keçəcək, bu çox olduqca çətin bir vəziyyət yaradır. Çünki bu rejimə artıq yuxarıdan düyməsi basılır ki, bu rejim dəyişilməlidir. İndi hansı formada, hansı formatda dəyişilməlidir? Sualı durur ortada. Yəni bizə icazə verəcəklərmi biz dəyişək, ya kimisə gətirəcəklər dəyişməyə? Ona görə mən həmişə söhbətlər nə deyirəm? Deyirəm, böyük siyasətin içində oyun qurmağı lazım, bacarmaq lazım. Fərid Salmanovun gözlərini tamah, ələ keçirəcəyinə zərrə qədər də şübhə etmədiyi 5 milyon avro elə tutub ki, hətta ona yaxşılıq arzulayan doğmalarının belə xahişinə, minnətinə, tövsiyələrinə məhəl qoymayıb. Hadisədən xəbər tutan bacısı ona öyüd nəsihət verir. Fəridi başa salmağa çalışır ki, təsiri altına düşdüyü insanların yalan, böhtan oyununda, şantajında iştirak etməsin. Фарик, ты что делаешь, глупости? Перестань это делать. Ты подставляешь всю нашу семью. Ты понимаешь, что ты делаешь вообще? Что ты творишь? Мы все полетим к чертям. Зачем ты это делаешь? Пожалуйста, одумайся. Не иди на поводу у каких-то блогеров, непонятных людей. Они тебе, и им на тебя наплевать, понимаешь? Они твоими руками хотят это сделать. Но пострадаешь в итоге ты, твоя семья. Понимаешь? Подумай о том, что ты делаешь. Одумайся, что ты делаешь. Эти люди, они тебя используют. Ты как мишень для них, понимаешь? Они тебя используют в своих целях, а ты веришь им. Неужели ты такой наивный? Что ты вообще творишь? Ты не понимаешь, что ты, с кем ты связался вообще? Что ты вообще делаешь? Kimə baş qoşmusan? Bir bacının bir qardaşa görə keçirdiyi nigaranlığı, narahatlığı, qayğını bu sadə sual o qədər aydın göstərirdi ki, Fərid Salmanovu görmək, onun düz gözlərinin içinə baxmaq istədim. Bir bacının qardaşına verə biləcəyim sualları verməkdən ötürü də Fərid Salmanovla görüşməliydim. Bu iyrənc əmələ getmiş bir insanı sadəcə hiss eləmək istəyirdim. Onunla saxlanıldığı yerdə görüşdüm. Cavab verdiyi bəzi sualları təkrar verdim.
Mənə həm də o maraqlı idi ki, belə bir dəhşətli əməlin sahibi özünü indi necə hiss eləyir. Təkcə bir vətəndaş kimi yox, həm də bir qardaş, bir ata kimi. Özünüzü necə hiss edirsiniz burada? Yaxşıyam, normalam, yəni heç bir problem yoxdur. Bu fəaliyyəti, şantaj və təhdid fəaliyyətini hardan həyata keçirmisiniz? Mən Azərbaycanda deyildim, xarici ölkədəydim və oradan bu tələbimi irəli sürmüşdüm. Sizə kim demişdi ki, bu video və foto şəkillər Alyona Əliyevə məxsusdur? Deməli, bu videolar ortalığa çıxanda Mehman Hüseynov bu videolar barədə danışanda və informasiya verəndə ki, bu videolar çıxacaq, şəkillər, mən Mehman Hüseynovla əlaqə saxladım Facebook vasitəsilə və istədim ki, özüm görüm bu materialları və tanış olum bu materiallarına. Ancaq o mənə cavab vermədi və dərhal qısa müddətdən sonra Elman Əliyev və Zəki Səlimov mənlə əlaqə saxladılar və mənə bu materialları göndərdilər WhatsApp vasitəsilə. Mən o materialları görəndə inanmadım ki, bu Alyona Əliyevadır, yəni ona bənzətmədim və ikisindən də soruşdum ki, doğrudan da mı bu həmin qadındır, yoxsa bu yəni ona oxşayan bir qadındır. Onlar dedilər ki, və Elman Əliyev mənə cavab verdi ki, bu doğrudan da Alyona Əliyevanın videosudur. Sadəcə olaraq yəni köhnə videodur, ona görə müəyyən dəyişikliklər ola bilər. Fərid, sizin yaxınlarınız ətrafında, doğmalarınız ətrafında belə hərəkətlər baş versəydi özünüzü necə hiss eləyərdiniz? Reaksiyanız necə olardı? Reaksiyam, mən peşmanam bu hərəkəti elədiyimə görə. Yəni, elə, bu düzgün deyildi. Beynəlxalq Əlaqələr Universitetini bitirmişsiniz. İxtisasınız nə idi? Beynəlxalq informasiya, ictimaiyyətlə əlaqələr, PR. Oğlunuzun 13 yaşı var. Harada oxuyur? Məktəbdə, Tümendə. Tümendə məktəbdə oxuyur. Nə vaxt görmüşsünüz onu? Axırıncı dəfə yayda. Yayda görüşmüşsünüz. O, necə bilirsiniz, sizlə fəxr eləməlidir, yoxsa utanmalıdır? Utanmalıdır, yəqin. Kifayət qədər vaxtınız olacaq gələcəyi fikirləşməyə, ən azı o 13 yaşlı oğlunuzun taleyini fikirləşməyə. Allah bəsrət gözünüzü açsın. Sağ olun, çox sağ olun. Fərid Salmanov da, onun əməldaşları da dilə gətirməsələr belə bilirdilər ki, gec-tez hər şeyin üstü açılacaq. Ona görə ləkəni qarasına artıq heç bir hədd qoymadan yaxırdılar. Yəqin elə buna görə Mehman Hüseynov kimi internet sərgərdanı, şantajist, saxtakar, güya nə vaxtsa Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarından birinin rəhbərliyinin qəbulunda olduğunu da iddia edib. Bu ağ yalanla, uydurma ilə o təkcə özü haqqında yüksək fikir formalaşdırmağa deyil, həm də necə deyərlər, özünün toyuq beyni ilə güya ölkənin hüquq mühafizə orqanlarının fəaliyyətində şübhə yaratmağa çalışıb. Hörmətli tamaşaçılar, ayıq olmaq, xüsusilə internet başı pozuqluğunun, hüdudsuzluğunun, süni intellektin yaratdığı inanılmaz imkanların sizi, bizi hər addımda çaşdıra, allada biləcəyini nəzərə almaq lazımdır. Bəli, saxtakarlar, yalanlar, feyklər ifşa edilir, ediləcək, amma belələri yenidən gündəmə düşmək üçün təzə yalanlar uydurur və uyduracaq. Kənardan necə cılız və iyrənc göründükləri barədə düşünmədən. Qələbə əldə etmişik. Bütöv Azərbaycan varımızdır. Biz qorumalıyıq dövlətimizi. Dövlət başçımız bizi qoruduğu kimi. Onun namusu bizim namusumuzdur.